Bu səhiyyə qurumları, eləcə də onların rəhbərlərinin başı üzərində qara buludların oynadığı bir vaxtda yadıma qısaca bir tarixçə düşdü bu sahə ilə bağlı. Deməli, Azərbaycanda icbari tibbi sığorta yeni tətbiq olunmuşdu. İcbari tibbi sığorta üzrə Dövlət Agentliyinin bir nümayəndəsi ilə görüşümüz təşkil olunmuşdu. Məni bu sahədə bir sual çox düşündürürdü. Nəsə, Azərbaycanda yeni tətbiq olunan, yeni mexanizm, yeni təcrübə olan bu sahə ilə bağlı məlumatlar verildi. Deməli, icbari tibbi sığorta nədir, insanlar üçün nə vədidir, gələcək perspektivlər üçün nə deməkdir və s. Bu mövzuda söhbətlər apardı, biraz uzun söhbət çəkdi və mən sualımı ünvanladım. Mənə ritorik bir sual idi əslində. Belə bir sual verdim ki, yəni Azərbaycanda, yəni tutaq ki, hansısa xəstə şikayəti varsa, Azərbaycanda bu 3 qurum yaradılıb. Hansına müraciət etməli, şikayətin hansı quruma bildirməli? Səhiyyə Nazirliyinə, təbibə, yoxsa icbari tibbi sığorta Dövlət Agentliyinə? Həmin nümayəndə deməli dərhal cavab vermədi. Biraz düşünəndən sonra belə bir cavab verdi ki, şikayətin eləsin istənilən quruma, yəni 3 qurumun hansına şikayət edilsin, əslində 3 qurumu deməli o şikayəti araşdırıb hansısa qurum ona cavab verəcək. Əslində dediyim kimi bu ritorik bir sual idi və beləcə ümumiyyətlə zaman keçdi, gördük ki, hələ üzərindən 5-6 il keçdi. Zaman keçdi ki, belə icbari tibbi sığortanın tətbiqində də problemlər var. Nisbətən irəliləyişlər var, amma problemlər də az deyil, çoxdur. Dünən təbibin rəhbəri vəzifəsindən azad olunub və çox uzun bir vaxt öldü. Yəni 2-3 il bundan qabaq təyin olunmuşdu. Görünür ciddi nöqsanlar var. Mətbuatın yazdığına görə ciddi maliyyə pozuntuları, eyni zamanda mənimsəmə, xüsusilə külli miqdarda mənimsəmə söhbətləri gedir. Rəsmi məlumat yoxdur, hətta hələlik mətbuat yazır. İndi bir məlumat var ki, deməli, səhiyyə sahəsində islahatlar gözlənilir. Nazir də, yəni Səhiyyə Naziri daxil olmaqla kadr dəyişikliyi və dərin islahatlar gözlənilir. Belə bir məlumatlar var. Ümumiyyətlə, bu islahatlar səhiyyə sahəsində, yəni dediyim kimi, icbari tibbi sığorta tətbiq olunsa da, milyonlarla vəsait daxil olsa da, icbari tibbi sığortadan yenə insanların səhiyyə xidmətinə əl çatanlığı hələ tam təşkil olunmamışdır. Deməli, dövlətin təmin etdiyi xəstələr üçün, şəkər xəstələri və digər xəstələr üçün verdiyi dərmanlar da ara sıra görülür. Çox deməli, məlumatlar bundan eşitdirdik ki, vaxtında çatdırılmır. Ümumiyyətlə, çox problemlər var idi. Eləcə də bu yaxınlara deməli 1-2 il bundan qabaqdan deməli təbib stomatoloqlar üzərinə hesab qoymuşdu. Belə məlumatlar var idi. Rayonlarda işləyən stomatoloqlardan aylıq deməli icarə haqqı nəsə belə bir pul istəyirdi, 1200 manat, Bakıda işləyənlər isə 1800 manat. Deməli həmin pulu həmin vaxtda tələb qoyulandan sonra stomatoloqlar narazılığını bildirdi. Biraz sakitləşmişdi arada. Amma artıq təbib 1000-dən çox deməli stomatoloqu, xəstəxanalarda işləyən stomatoloqu işdən kütləvi şəkildə çıxardandan sonra həmin stomatoloqlar kütləvi şəkildə az qala üsyana qalmışdı. Təbibin qarşısında toplanmışdılar. Bunların hamısı yığılan problemlərdir. Bu az bir kontingent deyil. Sən insanları bu qədər narazı sala bilməzsən. Yəni çox problemlər var əslində. Bunun hamısı yığıla gələn problemlərdir. Xidmətin keyfiyyəti, problemlər var öz yerində. Bir tərəfdən də insanları narazı salsan. Yəni uzun illər insanlar təhsilini alıb, oxuyub, bu sahəyə yiyələnib, evinə çörək aparır. Birdən-birə kütləvi şəkildə necə ixtisar eləmək olar? Bunların hamısı mənə fikir edirəm ki, ehtimallardır. Yəni bu narazılıqların yaradılması, bunun hamısı Vüqar Qurbanovun vəzifədən getməsinə səbəblərdən bəlkə də biri də budur. Ümumiyyətlə, bu səhiyyə xidmətində doğrudan da köklü, yəni 3 qurumun yaradılmasına baxmayaraq, hələ də səhiyyə xidmətinə əl çatanlıq lazımi səviyyədə deyil, insanların şikayətləri, haqlı şikayətləri çoxdur. Səhiyyə Nazirliyindən ümumiyyətlə səs-suraq gəlmir, sanki formal bir qurumdur. Bu kənardan bu baş verənləri kənardan izlənməklə kifayətlənir, belə bir təəssürat yaradır. Yəni ümumiyyətlə bu 3 qurumun fəaliyyəti təzədən yenidən təşkil olunmalıdır. Ya artırıla bilər, azaldıla bilər. Əsas odur ki, xidmətin keyfiyyəti artmalıdır. İnsanların səhiyyə xidmətinə əl çatanlığı təmin olunmalıdır. Və bundan əlavə
qanununa bilirsə dəyişiklik təqdim olundu və təsdiqləndi. Bu da el arasında belə gedir ki, işləməyən şəxslər də ki, icbari tibbi sığorta haqqı ödəyəcək. Bu hansı məntiqdir? Bu təklif hansı məntiqə sığır? İşləməyən insan necə sığorta pulu ödəyə bilər? Bu rüşvətə, yəni bu əslində bir tərəfdən rüşvətə yol açan bir deməli təklif edir. Çünki insanlar deməli işləmirsə pulu yoxdur. Ya səhiyyət deməli dövlət sağ olsun təmin eləyirdi. Və bunu heç özünü də müəyyənləşdirmək də mümkün deyil əslində. Deyirlər ki, hələ indi köhnədə olduğu kimi gedir, amma müəyyənləşdirirlər ki, kim işləmir, bu kateqoriyaya kim daxildir. Onu müəyyənləşdirmək də asan məsələ deyil. Kimlər işsiz insan necə sığorta pulu ödəyə bilər? Və bu rüşvətə gəlsin həkimin yanına, həkim orada səhiyyə mərkəzində rüşvət versin, həkimlərə xidmət alsın. Bu qeyri-qanuni əməllərin yaranmasına, xoşagəlməz halların yaranmasına yol açan bir məntiq idi. Bu məntiqli bir yanaşma deyildi. Dövlət bəzi pensiyasılar və ayrı kateqoriyaya daxil olan şəxslərin deməli sığorta pulunu ödəyir, sağ olsun. İşləməyənlərini də ödəyir. Bəs bu nə təklif edir ortalıq adlı? Bunların hamısı insanlarda uzun müddət müzakirə olunur və bu dəqiqədə deməli müzakirə olunur və narazılıq yaradan məsələlərdir. Ona görə də bu səhiyyədə sağlam mühitin yaradılması üçün, insanların səhiyyə xidmətinə əlçatanlığın təmin olunması üçün, səhiyyə xidmətinin ümumiyyətlə sağlamlaşdırma, şəffaflığın artırılması üçün ciddi, köklü islahatların aparılmasına ehtiyac var. Mən elə bilirəm, Səhiyyə Nazirliyindən tutmuş aşağı strukturlara kimi köklü islahatlara ehtiyac var. Sağlam mühitin yaradılması üçün, insanların səhiyyə xidmətinə əlçatanlığın təmin olunması üçün, səhiyyə xidmətinin keyfiyyətinin artırılması üçün və s. Ona görə də kadrlar düzgün, şəffaf və insanlara xidmət yolunu seçməlidir.